Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. 12 oktyabr 2025-ci il tarixində güvən kurslarının həyata keçirdiyi blok imtahanı 1-in, sınaq 1-in tarix suallarının 11-ci sinif güvən tarix suallarının izahı ilə gəlin tanış olaq və bu ildən etibarən də kanalımızda istər güvən nəşriyyatının, istər qəbul imtahanlarının, istər yeni dərs izahlarının izahları məhz paylaşılacaqdır. Elə ona görə də siz mövsüm başlamışkən kanala abunə olmağı, bildirişləri açmağı unutmayın ki, bütün yeniliklərdən anında əvvəlcədən xəbərdar olasınız. Gəlin elə 31-ci sualın izahı ilə başlayaq. Neolit və tunç dövrlərinin oxşar cəhətləri, yeni təsərrüfat sahələrinin meydana gəlməsi. Bu təbii ki, ortaqdır. Süni suvarma sisteminin mövcud olması bu tunç dövrünə aid xüsusiyyətdir. Duluxçuların saxsı qablar hazırlanması bu da ortaq xüsusiyyətdir. Qəbilənin mövcud olması bu tunç dövrünə aid deyil, çünki tayfa var idi. Şumlamada qoşqu heyvanlarından istifadə də tunç dövrünün xüsusiyyəti deyil. O zaman 1 ilə 3 olan cavabımız doğru olur. 31D variantı. 32-ci suala baxaq. Xəritədə rəqəmlərlə işarələnmiş ərazilərdən hansılara aid xüsusiyyət verilməmişdir? Əvvəlcə xəritənin izahı ilə gəlin başlayaq tanış olmağa. Demək, cənubdan başlayaq olsaq, Urmiyanın cənub şərqində verilən bax bu şəhər uyğun gəlir Marağıya, uyğun gəlir Təbrizə, uyğun gəlir Göyçə gölünün cənub-qərbində olan şəhər Dəbilə, bu məhz Bərdə şəhərinə. Bu isə Qəbəliyə daha uyğun olur. Çünki Şamaxı, Şirvan daha biraz daha şərq istiqamətində verilir xəritələrdə. Demək, Ərəb Əmirliyinin mərkəzi burada yerləşirdi. Bildiyiniz kimi 8-ci əsrin əvvəllərinə qədər mərkəz olub Dəbil, yəni 2 Dəbil haqqında məlumat var, çıxaq. 5 Bərdə haqqında məlumat var, 8-ci əsrin əvvəllərindən o mərkəz olmuşdur. 9-cu əsrdə yeni dövlətin əsası bax burada qoyuldu deyir. Belə ki, 9-cu əsrdə 2 dənə dövlətimiz yaranıbdır. Biri Şirvanşahlar 861-də, biri Sacilər 898-də. Sacillərin mərkəzi olubdur, ilk mərkəzi olubdur Marağa. Marağa haqqında da demək məlumat var. Və Şirvanşahların da mərkəzi olub Şirvan. Bu biraz abituriyentləri çaşdıra bilər, lakin Qəbəliyə daha uyğundur və 2 variant qaldığına görə biz artıq Təbrizlə bərabər bunu da seçməliyik ki, burada test müəllifləri Qəbələ olduğunu bir daha bizə göstərmək istəyiblər. Bax, bu testlə yəni Qəbələ və Təbriz haqqında məlumat yoxdur. 33-cü sual baxaq, Roma mədəniyyətinə aiddir. Olimpiya oyunları Yunanistan mədəniyyətidir. 2 doğrudur. 3 də Yunanistan mədəniyyətidir. 4 doğrudur. A bəndi olur. 35-də Alan tayfalarının Albaniya yürüş elədiyi əsr 1-ci əsrdir. Bizim eranın 1-ci əsri. Pompeyin yürüşləri eradan əvvəl olub, Frasbi eradan əvvəl olub, Selevkasılığı eradan əvvəl 3-cü əsrin 2-ci yarısıdır. Makedoniya zülmünə qarşı mübarizə yoxdur. D bəndi doğru olur, hansı ki eramızın 20-ci ilində Atropatena keçir Parfiya hakimiyyətinə. Yeni ibtidai icma ilə bağlı sual. Təsərrüfatda kişi əməyi ön plana keçdi tayfa dövründə, toxa yarandı qəbilə dövründə, neolitdə. Süni yolla odun əldə edilməsi ulu icma dövrünə aiddir, yəni orta paleolitə. Boyalı qabların formalaşması tayfa dövrünə aiddir, yəni orta tunç dövrünə. Əhalinin oturaq həyata keçid etməsi neolit dövrünə aiddir. Belə olduğu halda da 35-ci sualda demək cavabımız olur B bəndi. Perikldən fərqli olaraq Qayqıraq Perikl Afinada məhz strateq vəzifəsini icra edib 443-428-də, Qayqıraq eradan əvvəl 123-cü ildə Romada tribun vəzifəsinə seçilmişdi. Yoxsullara torpaq, taxıl daha doğrusu yardım edilməsi Periklin islahatında da var. Pulla da, taxılla da yardım edir, kömək göstərir onlara. Qayqıraq da biz görürük ki, taxılı ucuz qiymətə əhaliyə paylayır. Yəni bu Qayqıraqın Perikldən fərqi deyil, oxşar xüsusiyyətidir. B variantı hər ikisinə aid deyil. C variantı ilə Qayqıraqın təbii ki, xüsusiyyətlidir. Yoxsullara vəzifəyə görə əmək haqqı verməsi Periklə aid xüsusiyyətdir. Qulların öldürməsinin qadağası hər ikisinə aid deyil. 36-da olur cavab C bəndi. 1840-cı ildə həyata keçirilmiş məhkəmə islahatına əsasən mülki işlərə hərbi məhkəmələrdə baxılması qaydası ləğv edildi. Bu doğrudur. 2 yanlışdır. Ümumi imperiya qanunlarına əsaslanan məhkəmələr formalaşdırılmışdır. 1-3 olur cavablarımız. Şəriət məhkəmələrindən də bu arada o qədər də xüsusiyyət yox idi. Hansı dövrə aid məlumat yoxdur? Ox çaman ixtirası mezolit, yəni beyni buradan qeyd eləyək. İstehsal təsərrüfatının yaranması neolit, onu da qeyd eləyək. Kənarda dəfn olunmaları erkən tunç, onu da qeyd eləyək. İri tayfa birliklərinin yaranması orta tunç, bu variantda qeyd eləyək. Gördüyünüz kimi E bəndinə, yəni enolit dövrünə aid heç bir xüsusiyyət yoxdur. 39-cu sualın izahına baxaq və bu sualın izah ilə tanış olmamışdan əvvəl bildirim ki, yenə artıq həll olduğu kimi bu ildə 5-ci sezondur ki, məhz 5-ci mövsümdür ki, tarix sınaq qruplarımız fəaliyyət göstərəcək. Tarix sınaq qruplarımıza istər 9, 10, 11, istər məzunlar, məhz qəbul imtahanına hazırlaşan məzunlarımız qoşula bilər, mix sertifikasiya imtahanına hazırlaşan müəllim və müdavirlərimiz qoşula bilər. Hər biri üçün ayrı-ayrılıqla qruplar formalaşdırılmışdır və hər bir qrupda
bütün mövzuları əhatə edən ən son dərsliklərə, çərçivə sənədinə, proqrama uyğun test tapşırıqları orada tərtib edilib və hər bir testin istər düzgün cavabları, istər hər bir sualın izahı verilən video izahlar mövcuddur. Siz gündəlik məhz sizə təyin olunan proqram, sizə təyin olunan cədvəl əsasında məhz sınaq qrupumuza qoşularaq istər hazırlıq kimi məhz özünüzü təkmilləşdirə, istər əlavə bir dəstək kimi məhz testologiyanızı inkişaf elətdirə, çətinlik çəkdiyiniz məqamları aradan qaldıra bilər, testləri daha düzgün, daha sürətli və daha çevik şəkildə işləməyin metodlarını öyrənə bilərsiniz sınaq qruplarınıza qoşulmaqla. Bunun üçün 055 403 37 53 nömrəsinə yaza bilərsiniz. Şərhdə də qeyd edəcəm və 39-cu sualın izahı ilə davam edək. Məntiqi ardıcıllığı tamamlayın. Kiçik Asiyanın qərbinə Yunan şəhər dövlətləri üsyan qaldırdı. Söhbət 6-cı əsrin əvvəllərindən gedir eradan əvvəl və bu dövrdə nə baş verdi ki, 1-ci Dara Yunanıstana hücumu ilə nəticələndi bu hadisə. Biz bilirik ki, Daranın Yunanıstana hücumu başlayır eradan əvvəl 500-cü ildə. Bəs buna səbəb göstərən amil nə oldu ki, Əhəmənilər İran hücum edir Yunanıstana? Buna təsir göstərir məhz üsyançılar, üsyançı şəhərlərin Afina tərəfindən himayə olunması. Demək ki, də qeyd edirik deyinib. Bəs deyib 1-ci Dara Yunanıstana hücum elədi. Bunun nəticəsi nə oldu? Afina dəniz ittifaqına son qoyulması fikri yanlışdır. Bu həmən tarixi prosesin məntiqi ardıcıllığına uyğun gəlmir. Ona görə siz A-ları da cavablardan çıxaraq işinizi asanlaşdıra bilərdiniz. 2-yə D-ni qeyd elədikdə zaten bir dənə variant qalır, A bəndi qalır. Və həqiqətən də Daranın Yunanistan hücumundan sonra marafon döyüşünün baş verməsi daha məntiqə uyğun cavabdır. Əhəmənilərin Aral dənizində hakim qüvvəyə çevrilməsi fikri yanlışdır. Əksinə Afina dəniz ittifaqı olaraq qalib gəlir eradan əvvəl 449-da, hətta onların Eceyə çıxmağına qadağa qoyur. Yəni üstünlük keçir Yunanlara. E bəndində də demək nə yazıbdır? Orta Yunanistanın 1-ci Daranın qoşunlarına tabe olması, bu da uyğun gəlmir. Belə olduğu halda cavabımız qaldı A bəndi 39-da. 40-cı sualda Kiaksarın daxili və xarici siyasətinə baxırıq. Midiya satraplığının 2 hissəyə bölünməsi yanlışdır. Satraplığı tərtib edilibdir ilk dəfə 1-ci Dara. B doğrudur. C variantı Sarqonun dövrünə aiddir və yaxud da İranzunun. D variantı doğrudur, onun daxili siyasətdir. Babillə ittifaqı doğrudur. Sirdakka yeni ona aid deyil. Ulusun ilə Sarqon arasında imzalanan bir müqavilədir. İkinci Kirlə eyni dövrdə yaşamayıb və D variantı Manna və Urartunu eradan əvvəl bildiyiniz kimi 590-da süquta uğradır. Onları yəni ləğv eləyir. Belə olduğu halda 40-da olur cavabımız E bəndi. 41-ci suala baxırıq, maraqlı bir sual. Mətndə verilmiş hansı xüsusiyyətlər 1870-ci il islahatını 1912-ci il qanunundan fərqləndirirdi? Azərbaycan kəndlisində, yəni Azərbaycan kənd təsərrüfatının əsaslı dəyişikliklərin baş verməsi. Bu 70-i 1912-ci ildən fərqləndirirmi? Xeyr, çünki məhz ortaq xüsusiyyət ola bilər. Kəndlərin əksəriyyətinin öz pay torpaqlarının mülkiyyətçisi ola bilməmələri 1912-ci ildə onlara dövlət yardım elədiyi halda, onlar torpaq mülkiyyətçisi olduğu halda 1870-ci ildə kəndlərin əksəriyyəti, sahibkar kəndlərin əksəriyyəti öz pay torpağını satın almağa maddi gücü çatmır, imkanı olmur. İslahatın yalnız sahibkar kəndlərinə şamil olunması. Elə 1870-ci ildə, 1912-ci il islahatda sahibkar kəndlisinə aiddir onsuz. 4-də də yazır ki, kəndlərin öz torpaqlarını satın almasına hökumətin yardım göstərməməsi. 70-ci ildə hökumət yardım göstərmir. Burada da qeyd olunub onsuz. Bu 1912-dən fərqidir. 2-4 B-ni qeyd eləmək olar. Solon islahatları eradan əvvəl 594, 6-cı əsrin əvvəllərində keçirilir. Qadağan olunanlar nələr idi? 1 doğrudur, qadağan olunmuşdur. 2 xeyr, bu Drakon qanunları idi. 3 Spartiya aid idi və 4 1-4 onun qadağaları idi. Baxaq 43-cü suala. Daha əvvəl olub istehsal təsərrüfatına keçid, mezolit, Kür-Araz mədəniyyəti erkən tunc, digəri neolit dövrü, digəri orta tunc dövrü, digəri paleolitin son mərhələsi, yəni üst paleolit dövrü olur. E variantı daha əvvəl baş vermişdir. 1-ci əsrin 1-ci yarısı Atropaten Albaniyaya aid oxşar xüsusiyyət, qul əməyindən geniş istifadə olunması fikri yanlışdır. Azərbaycanda Mannada, Albaniyada Atropatenadır. Klassik quldar dövlət deyil, yəni ki, qul əməyindən geniş istifadə olunmayıbdır. Romalıların hücumları olubdur. Quldar monarxiya dövlət idilər. Adını çəkdiyim hər üç dövlət.
Roma imperiyası ilə əlaqələr yanlışdır. Çünki eradan əvvəl 1-ci əsrin birinci yarısında Roma respublika dövründə idi, imperiya dövründə deyildi. Xəritədə şərhlənmiş dövlət qədim Çin dövlətidir. Xəritələrlə bağlı bütün növ izahlar bizim kanalımızda var. Dünya tarixinə aid də, Azərbaycan tarixinə aid də, istər qədim dövr olsun, istər orta əsrlər olsun, istər müasir dövr olsun, istər Qarabağımızın xəritəsi olsun, yəni işğaldan azad olunan ərazilərimiz və s. Onu yuxarıda da, aşağıda da linklərdə yerləşdirəcəm. Xəritə izahlarını oradan daxil olub, baxıb, yararlanıb, yəni xəritə ilə bağlı biliklərinizi artıra bilərsiniz. Çinin Böyük Hun dövləti ilə bağlı siyasəti. Eradan əvvəl 3-cü əsrdə Çizi Tanhu yaşamır, yəni eradan əvvəl 36 onunla mübarizə aparıblar, yanlışdır. Vyetnam Koreyanı tabe eləyiblər Çin dövləti, amma bu Xan sülaləsinin xarici siyasətinə aiddir. Yəni Böyük Hundan hər hansı bir əlaqəsi yoxdur. Böyük Çin səddini bəli tikiblər eradan əvvəl 214-cü ildən etibarən onların hücumlarının qarşısını kəsmək üçün burada səddlər tikiblər. Demək, bu onların siyasətinə bağlıdır. Birə C-ni qeyd eləmək olar. Eradan əvvəl 1-ci əsrdə isə Sarsarlar üsyanının əlaqəsi yoxdur. Bu bizim eranın 184-düdür. Pinsen eradan əvvəl 202-ci əsrdir. Bunda əlaqəsi yoxdur və türklərə qarşı nicat diplomatiyasından istifadə edərək dövləti zəiflətməyə, süquta uğratmağa çalışırdılar. Zaten müvəffəq də olurlar. 45-də A olur. Göstərilənlərin nəticəsi nədir? Yəni bu şimal-şərq torpaqlarında qədim dövlətçi ənənələri bərpa oldu. Ümumiyyətlə şimal-şərqi gördüksə, dövlətçilik ənənələrinin bərpası gördüksə, düşünmədən Şirvanşahlar dövlətini qeyd edə bilərsiniz. 629-cu ilin müqaviləsinin nəticəsi nə oldu? Albaniya müstəqil dövlətə çevrildi. Bəli, mətni oxuyub vaxtınızı almaq istəmirəm. Arşakilər sülaləsi yox, Mehranilər üçün hakimiyyətə gəlmişdi. Alban taxtacı Varaz Qriqorun əlinə keçir. Bəli, doğrudur. Albaniyada mərzbanlıq sistemi bərpa olundu. Xeyr, yanlışdır. Avropanın dövlətindən birinci Göytürk, oxşar və fərqli xüsusiyyətləri Burqundiyanın işğal edilməsi Avropanın dövlətinə aiddir. Attillaya biri qeyd eləmək olar. Romanı dağıtmayıbdı Avropanın dövləti. Birinci Göytürk dövləti yox, ikinci Göytürk Uyğurlar tərəfindən süquta uğradılır. Birinci Göytürk avarlara qarşı mübarizə aparır. Bəli, Juanlar da yazılır bu kitablarımızda. Demək 1, 4. Ortaq xüsusiyyətləri nədir? 5-dir. Çünki Sasani ilə Avropanın mübarizəsi yoxdur. Attila hücum eləyərkən, yoldaykən vəfat edir. 1-4-5 D variantında olur. Yenə bir xəritə, bayaq da qeyd elədim. Bütün xəritə izahları kanalımızda var. Daxil olub baxa bilərsiniz. 19-cu əsrdən söhbət gedir. Şəhərlərimiz Bakı təqdim olunub, Şəki təqdim olunub, Gədəbəyə uyğun gəlir. İlk mərkəzləşdirilmiş telefon stansiyası Bakıdadır. A-nı qeyd eləyək Bakı şəhərinə. Hərbi dairə rəisliyinə tabe idi. Komendant idarə sulu dövründə, yəni 1840-a qədər. Demək ki, A-dan B gedə bilər. Alman kapitalına məxsus misəritmə zavodu Gədəbəydə idi. Demək, birə bir C-ni qeyd edə bilərik. Müstəmləkəçiliyi əleyhinə 1830-cu illərdə üsyan olubdur. Bəli, Şəki olub 38-də, demək, D-ni qeyd edə bilərik. İlk pambıq təmizləmə zavodu bax bu ərazidə idi, Naxçıvanda olmuşdu. Belə olduğu halda da bax bu cavabların uyğun gəldiyi variant verilibdir C bəndində. 50-ci sualımıza baxaq. Şirvanşahlarla Salarilərin müqayisəsi A bəndə gedir. Salarilərə B oxşardır. Şirvanşah Sadi Salari mübarizə aparıbdır Slavyanlarla. Dərbəndə ilə keçirmələri oxşardır. Salarilər təmir elətdirməyiblər, amma Şirvanşahlar bu arada təmir elətdiriblər, onu da deyim. Səlcuqlardan asıllıq demək Şirvanşahlara aiddir. 1066-dan söhbət gedir. Əsasın türk məşəli sülalə tərəfindən qoyulması, bu da Salarilərə aid xüsusiyyətdir. 50-də belə olduğu halda olur E bəndi. 51-ə baxaq, 1-ci minilliyin əvvəllərində niyə Misir zəiflədi? Çünki hakimiyyət uğrunda mübarizələr baş vermişdir. Sonuncu qüdrətli hökmdarlar Ramzes ölür və ondan sonra bir daha Misir əvvəlki gücünə qayıda bilmir. Siz A-nı qeyd eləsəz əgər yanlış ola bilər. Çünki eradan əvvəl 30-cu ildə Misir Romanı əyalətinə çevrilir. Bu da 1-ci minilliyin sonlarına düşür, əvvəllərinə düşmür. Bəzən abituriyentlər bunu qarışdırırlar. Əsrin əvvəlləri, ortası, sonu. Yəni bunu necə fərqləndirmək lazımdır, necə olur? Onunla da bağlı izahımız var. Ümumiyyətlə A-dan Z-yə tarixi əhatə edən hər bir məsələ ilə bağlı izahlar var. Kanala daxil olub playlistlərə baxsaz, hər birini ayrı-ayrılıqda paylaşıldığını görəcəksiniz. Manna hökmdarı Ahşerinin dövrünə aid deyil. 22 Manna qalasının Urartuya verməsi Lusuniya aiddir. 1 aid deyil, 2 aiddir, 3 İranzuya aiddir. Yəni əsasını qoymayıbdır, İranzu qoyub. İskitlərlə müttəfiq olub İşbaka ilə doğrudur. Asuriya üzərinə də hücum təşkil edib. Demək cavab olur B bəndi. Hindistanla Yunanistanın oxşar cəhəti Roma tərəfindən asılı hala salınması bu Yunanistana aiddir. Əhəmənilərə qarşı mübarizə, Makedoniyaya qarşı mübarizə ortaqdır. Hunlar tərəfindən talanlar heç birinə aid olmur. Albaniyanın Saci ilə oxşar, Rəvvadi ilə fərqli xüsusiyyəti. Azərbaycanın cənubunda yaranması. Albaniyada yaranıb demək, şimalda, Saci Rəvvadi yaranıb cənubda. Demək bu
Albaniya ilə sadəcə oxşar xüsusiyyəti deyil. Abbasi xilafətinin xəzinəsinə xərac göndərməsi. Albaniyanın mövcudluğu dövründə Abbasilər yox, Əməvilər var idi. Demək, bu da onun Sacillərdən oxşar cəhət ola bilməz. Həm Albaniya, həm Saci türkdür, Rəvvadi ərəbdir, onların mənşəyi. Xilafətə qarşı mübarizə həm Sacilərdə Yusif, həm də ki Albaniyada Varaz Qriqorun dövründə məhz mübarizə aparıblar. Demək, 3 ilə 4 Albaniya Sacinin oxşar, Rəvvadidən fərqli cavabıdır. Baxaq xronoloji ardıcılığa. Solon silahları eradan əvvəl 594, Roma parçalanır qərbə şərqə, imperiya Feodosiya dövründə bizim eranın 395-də, Marafon olur eradan əvvəl 490-da və Çində xan sülaləsi hakimiyyətə gəlir eradan əvvəl 206-da. Demək, ardıcıllığımız olur 1, 3, 4, 2. Baxırıq doğru cavablara. Xosrovun islahatları feodal münasibətlərin inkişafına təsir göstərdi. Doğrudur. Abbasilərin ağır vergi siyasəti müsafirin üsyanı oldu. Xeyr. Müsafirin üsyanı Əməvlərə qarşı idi. Sadəcə Abbasiləri yatızdırmışdı. Toğrul Təbrizi ələ keçirilir 1054-də. Rəvvadilərin varlığına son qoyulur 1065-də. Alparslan tərəfindən yanlışdır. Cavanşir 667-70-ci illərdə xilafətlə əlaqə saxlayır. Bu onun ölkədə ona qarşı o qısqanclığın artmasına və Bizanslıların ona qarşı sui-qəsdinə təsir göstərir, doğrudur. Və demək, Slavyanların Bərdə şəhərini qarət etməsi, Məziədlərin öz iqamətgahını Gəncəyə köçürtməyə məcbur qalması, Slavyanların Bərdiyə hücumu 944-cü ildə başlamışdı, yəni baş vermişdi daha doğrusu. Demək, Məziədlərin öz iqamətgahını köçürtməsi isə təsadüf eləyir məhz 859-cu ilə və bundan qısa müddət sonra da demək 861-də Şirvanşahlar dövləti yaratmışdı. Burada yəni doğru cavablarımız oldu. 1, 4. Xilafətin demək normal münasibət yaratması Albaniya ilə Bizanslıların qısqanclığına səbəb olur və 1681-ci ildə sui-qəsdlə qətlə yetirirlər. Demək 57-də də baxırıq 19-cu əsrin ikinci yarısından söhbət gedir. Xanabad manufakturası 1827-də ikinci yarısına uyğun gəlmir. Mis saflaşdırma ilk müəssisə metallurgiya sənayesinə uyğun gəlir. Qalakənddə 2-yə B-ni qeyd edə bilərik. Neft quyularına təhkim edilmiş kəndlərin məcburi əməyinin ləğvi 1864-dür. Bu da neft sənayesinə uyğun gəlir. Şəkidə ipək fabrikinin açılması 1861 yüngül sənayeyə uyğun gəlir. Bibi Heybətdə ilk neft quyusu 1848-19-cu əsrin birinci yarısıdır. Hərəsinə bir dənə cavab getdi. 1C, 2B, 3D. Videonu dayandırıb situasiya ilə tanış ola bilərsiniz. İşləməyənlərdən təbii ki, burada söhbət gedir. Sınaqda işləyənlərsə mən birbaşa olaraq cavablarını qeyd edeyim. Ümumiyyətlə, mətin o qədər də qeyri-adi bizə yardım eləmir. Sadəcə son cümləyə diqqət eləmək lazım idi. Hansı əsas amil patrisiləri plebeylərə güzəştə getməyə məcbur eləyir? Belə ki, Respublika yeni qurulandan sonra Romada 6-cı əsrin sonlarında plebeylər hüquqsuz idi bildiyiniz kimi və onlar ordunun əsasını təşkil edirlər həmçinin plebeylər. Onların demək xidmətdən boyun qaçırtmaları, ordudan uzaqlaşması təhlükəsi patrisiləri plebeylərə güzəştə getməyə məcbur edir. Bunu qeyd elədik. Mənbəyə əsasən deyir. Baxın, bir sualda ki, mənbəyə əsasən varsa və onu biz mətndən tapıb yaza bilmiriksə, bu böyük bir günahdır. Yəni bu baxıb diqqətlə yazmaq lazımdır. Burada da qeyd olunubdur. Deyir ki, dövlət işlərinin bir neçə varlı patrisi və plebey ailələrinin əlində cəmləşməsi bax buna təsir göstərir. Yəni Romanın heç vaxt Afina kimi demokratik dövlət ola bilməməsinin səbəbi hakimiyyətin bir neçə varlı patrisi və plebey ailəsinin əlində cəmləşməsi olur. Digər sualda patrisilər plebeylərə hansı güzəştləri getdilər? Bildiyiniz kimi bu mübarizə 509-dan başlayır, ta ki 3-cü əsrin ortalarına qədər davam eləyir. Həmən bax bu mübarizə nəticəsində də demək zaten biri qeyd olunubdur, plebey seçə bilərdilər, daha doğrusu plebey deyirəm. Xalq tribunu seçə bilərdilər özlərinə. Biz də qeyd edə bilərik ki, həmçinin 3-cü əsrin əvvəllərində artıq bütün Roma vətəndaşları qanunun qarşısında hamısı bərabər idi. Həmçinin artıq 3-cü əsrin birinci yarısında Romada plebeylər, patrisilər kimi tam hüquqlu vətəndaş oldular və ya istədiyi vəzifəni tuta bilərdilər, yəni seçkilərdə iştirak edə bilərdilər. İndi orada maaş verilmirdi. Bu, onların seçkisinə nə dərəcə təsir göstərir, bu bizə əlaqədar eləmir. Əsl odur ki, bax, onlar bu hüquqları əldə etdilər. Bu sınağımızın izahının yekununa gəldik. Qeyd elədiyim kimi kanalımızda istər güvən kurslarının olsun sınaqları, istər ən əsası yeni dərslərə əsasən olan mövzu
lar üzrə izahlar, istər qəbul imtahanının izahları, bütün tarixi əhatə eləyən nə kimi məsələlər varsa da abituriyentlərdən tutmuş da olimpiyadaya hazırlaşan, sertifikasiya MIQ imtahanına hazırlaşan bütün tarix sevərlərin toplaşdığı, izlədiyi bir kanalıq. Yeni qoşulanlar, yeni ilk dəfə izləyənlərdən də xahişim kanala abunə olmağı və kanalımıza göz gəzdirərək özünüzün nələrdən faydalana biləcəyinizin şahid olmanızı istəyərdim. Belə, xoş həftə sonları, xoş istirahətlər hər birinizə. Sağ olun, salamat qalın.